Hər vaxtınız xeyir olsun, Reala baxırsınız. Real sizə ən son xəbərləri çatdırmağa davam edir. Biz hazırda Nərimanov rayonunda yeni açılan parkdayıq. Bugün Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva parkın açılışında iştirak etdilər. Yeni istirahət məkanı Əhməd bəy Ağaoğlu, Təbriz və Tərəç Xaliyev küçələrinin kəsişməsində İtaliya-Azərbaycan Universitetinin yaxınlığında yerləşir. Ərazisi 3,5 hektar olan parkda sakinlərin istirahəti üçün bütün şərait yaradılıb. Burada həm sakit istirahət, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılıb və biz hazırda parkdayıq. Görürsünüz ki, sakinlər bu parkda öz asudə vaxtlarını çox maraqlı keçirirlər. Burada istirahət edirlər və onların istirahəti üçün demək olar ki, parkda bütün şərait yaradılıb və mən qeyd eləmək istəyirəm ki, bilirsiniz ki, son illər paytaxt Bakıda Bakının ziması sürətlə dəyişir, yeni park və xiyabanların salınması, mövcud yaşıllıq və istirahət zonalarının müasir tələblərə uyğun yenilənməsi paytaxtı daha da inkişaf etdirir. Onu dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Bakının müxtəlif yerlərində açılan yeni istirahət güşələri sakinlərin asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaqla yanaşı, ekoloji mühitin də məhz yaxşılaşmasına xidmət edir. Yeni park isə paytaxtın yaşıl xəritəsinə əlavə olunmuş daha bir məkan kimi şəhər sakinlərinin məhz istifadəsinə verilib. Təbii olaraq yeni parkların salınması məhz Bakının ekosisteminə də öz töhfəsini verir. Bəli, mənim sizə bu saata çatdıracaqlarım bu qədər. Ən son xəbərlərdən xəbərdar olmaq istəyirsinizsə, Real izləməyə davam edin.